Baxın dostlar, istəyirəm siz biləsiniz. Hakimiyyətin öz rəqiblərini və adamları, özünə işlətmək istədiyi adamları şantajın müxtəlif növləri var. Bunun təbii ki, birincisi hamınız bilirsiniz ki, bunların yatağını çəkib əxlaq həyatdan video çəkirlər, oyuna şantaj edirlər, Cəmrəsənin elədikləri kimi və işlədirlər özlərinə və ən sonunu biləsiniz. Burada mən bu adamların hamısı deyim ki, qansınlar, bu başa düşsünlər. Şantaj olundunsa, mütləq həmin gün çıxıb efirə deməlisən, xalqa xalqa baxın. Belə bir səhv yapmışam mən, ya qızım, ya oğlum fərqi yoxdur. Məni şantaj edirlər. Ancaq mən boyun əymərəm. Baxın ha, bunu eləmək lazımdır. Niyə? Çünki bu şantaj materialı yadınızda qalsın. Mütləq əvvəl-axır istifadə olunur. Bilirsiniz ki, niyə? Hakimiyyət istifadə edir adamdan. İstifadə edir, Cəmrəsənli kimi. Get Qurbanı söyür, çıx Osman qızın TV-sində ağız gələn danış. Qurban agentdir, Qurban nə bilim, Kərbə dövləti qurur. Yəni ağız gələn danış. De, qutarandan sonra dostlar, ən böyük zərbə sonda vurulur. Əldəki material yayılır. Niyə? Bu dəfə bütün camianı ruhən sındırıb məhv üçün ki, neçə ildir lider, tarixçi alim, nə bilim, Vahid Namizəd deyib ki, adam budur, sən busan. Sənin müxalifətin budur. Bitti. O axırın zərbəmi vurmalıdır. Kim olur olsun dostlar. Ona görə şantaj olunan kimi dərhal ifşa edin şantaj. Bu bir məsələdir, kaset məsələsidir. Əxlaqsız həyatla bağlı. İkincisi dostlar, hakimiyyətin çox sınalmış bir üsulu var. Məmurlara şərait yaradır hakimlərə, prokurorlar hamısına. Cinayət eləsinlər, rüşvət alın. Hamısının haqqında materiallar toplanır. Azərbaycanda elə bir hakim, elə bir prokuror, elə bir rəis ola bilməz, yoxdur və ola bilməz ki, bu hakimiyyətin verdiyi tapşırığı icrasından yayınsın imtina eləsin. Belə şey mümkündür. Niyə? Çünki dövlətin əlində bu Heydər Əliyevin vaxtı ilə Azərbaycanda tətbiq etdiyi ən sınalmış metodudur. Tək Azərbaycanda olmur bu. Bütün diktator ölkələrində olur. Yəni demokratik ölkələrdə məmur rüşvət alanda, cinayət törədəndə dərhal onu cəzalandırırlar, qovurlar və amma bu tip dövlətlərdə əksinə dövlət özü maraqlıdır ki, bu məmurlar cinayətə bulaşsınlar. Hamısının dili harda olsun? Qarınlarında olsun ki, danışa bilməz. Və tək prokurorlar, hakimlər deyil. Azərbaycanda bütün məmurlar vergidə işləyən, gömrükdə işləyən, qayda işləyən, harda işləyən, deyib fərqi yox. Kim ki lazımdır bu hakimiyyətə, onların hamısının haqqında o şəraiti yaradırlar, cəzasızlıq mühiti yaradırlar öncə. Məsələn, rektorlar. Elə bilirlər ki, bunlar görən bilən yoxdur. Abi, sən jurnalistlər, bəzi jurnalistlər və rəkət jurnalistlər. Bunlar elə bilirlər ki, onların hərəkətlərindən dövlətə xəbəri yoxdur. Onlar qanmırlar ki, onlara pul verən icra başçısı, polis rəisi tapşırıq adamını eləyir. Çəkirlər videoya. Hamılarda material var. Lazım qədər çağırır o jurnalisti, gəl, gedin də arvadın haqqında yaz. Get fəlkəsin haqqında yaz. Toxunma kişiliyimə yazma. Bitdi. Bu ikinci bir metoddur. Baxın dostlar, özü şərait yaradır. Şütüsün, cinayətə bulaşırsan, material toplayır, qoyub başımızı demokrat